başa düşülmür, amma yas isə hamı tərəfindən tanına bilən və yaşanmasına icazə verilən bir şeydir. Razıyam doktor. Yəni siz çox vacib şey deyirsiniz ki, o mənada ki, onu demək istəyirəm ki, yas təklikdə yaşanan bir şey deyil. Yas kiminləsə bölüşməlidir adam. Yəni adam bu barədə danışmalıdır, birgə ağlamalıdır ki, bu elə bil ki, bu hiss birgə yaşanaraq bitəcək. Daha yəni yas əslində bir sağalma prosesidir. Yəni adam yaxınım getdi və məndən bir şeyi qopartdı, apardı. Bu yara sağalmağa başlamağa ağrı deyirlər. Ağrı, psixoloji ağrı, məsələn, tibbi ağrı ilə psixoloji ağrının fərqi var. Yəni tibbidə ağrı xəstəlik əlamətidir ki, və biz ağrını sağlamlığa çeviririk. O da bir çeşid zədələnmə əlamətidir. Amma ki, psixoloji burada isə ruhsal zədələnmə yaşayır. Psixoloji ağrı amma sağlamlıq əlamətidir. Yəni mən ağrını hiss edirəmsə, demək sağlamam. Ağrını hiss eləmirəmsə, artıq xəstələnmişəm. Yəni burada deyiləm. Depressiya bu belə bir yerdir.